Keçdik ikinci sınağa. 2020-də buraxılışdı uşaqlar bu. Deməli, baxıram birinci suala. Çoxluqlarda deməli birinci V ilə F-i birləşdirirəm. V burada, F burada. Birləşdirək. Deməli, o birləşdirəndə 37, 38, 39, 40, 41. Qalanlar buradadır. 42, sonra 43, 44 və 45-dir. Deməli, birləşməsində olsun, amma S-in içərisində olmasın. Eynləri çıxaram. 43 hər ikisində var idi. 44 də hər ikisində var idi. 45 də hər ikisində var idi. Yerdə qaldı nə qədər? Bax, bunlar qaldı yerdə. Neçədir? 1, 2, 3, 4, 5, 6 dənə. Cavab olacaq C variantı. B çoxluğun elementlərinin sayı -4-dən 7-yə qədərdir. Yəni, -3, -2, -1, 0, 1, 2, 3, 4, 5, 6 nəzərdə tutulur. Təsadüfən seçilmiş iki elementdən birinin müsbət, digərinin isə mənfi olması ehtimalını tapmaq lazımdır. Deməli, necə əvvəlcə? Burada neçə ədəd var? 10 dənə ədəd var. Deməli, məxrəcə yazmalıyam kombinizon. Mənə ikisi lazımdır. 2 dənə də seçirəm. Bax, seçilmiş 2. Deməli, 10 dənədən 2 yazıram məxrəcə. Yuxarıda isə biri müsbət olmalıdır, biri də mənfi olmalıdır. Mənfilərdən 3 dənə ədəd var. Deməli, 3-dən birini seçmək lazımdır. Kombinizon 3-dən 1. Müsbətlərdə 0-ı nəzərə almayın. 0-ın işarəsi yoxdur ya. 0 neytraldır. Bunu qoydum qırağa. Baxıram bu tərəfə. 6 dənə də müsbət ədəd var. Yazıram indi 6-dan 1. 3-dən 1 ilə 3 eləyirdi. 6-dan 1 ilə 6 eləyirdi. 10-dan 2-ni belə hesablayırdıq. Kəsr xətti. Yuxarıda 10-dan geri sayırdıq. 10, 9. Aşağıda 2-dən geri sayırdıq. 2, 1. Burada 2 ilə 10-u hesablasam 5 qalır. 5-i 9-a vuranda 45 elədir. Deməli, məxrəcə yazmalıyam 45. Yuxarıda da 18 eləyir. 45-də 18. Bunların ikisi də 9-a ekstra gedir. 9-a böləndə 2, 9-a böləndə 5. 5-də 2 və yaxud da ki 0-dan 10-da 4. Olacaq A variantı. Gəldik 3-də. Parçanın orta nöqtəsinin koordinatlarını tapın. Bu 3 ilə 6 deyil. Bu 3 tam onda 6-dır. Nöqtəli vergüllə vergülü ayırt etməyi öyrənin. Ola deyəcəksiniz müəllim, bunun biri var, biri var, bunun da bir dənədir. Hanı qalanı? Yoxdur elə şey. Bu 3 tam onda 6-dır. Bunu çaşmayın. Həmin ili bunu uşaqlar çaşmışdı. Elə bilmişdilər ki, 3 tam onda 6 yox, 3 və 6-dır. Deməli, nə edəcəklər? 8 ilə 3 tam onda 6-nı toplayacağıq. -3 tam onda 6-nı. Ədədi orta kimi də elə bil. Bölürsən 2-yə. Bunu toplayanda böyükdən kiçiyə çıxırıq. Bizə verəcək burada 4 tam onda 4. Bölməliyəm 2-yə. 4 tam onda 4-ü 2-yə böləndə deməli düşəcək 2 tam onda 2. Olur Y variantı. Funksiyanın qrafiki apsis oğunu hansı nöqtədə kəsir? Apsis oxunu kəsirəmsə, deməli y-imiz yoxdur burada. Y-in yerində 0 durmalıdır. Onda yazıram 8x çıx 7 bərabərdir 0-a. 8x bərabərdir 7-yə. X də bərabərdir 7 böl 8-ə. Birinci mötərizədə x-in qiyməti yazılır, ikinci isə y-in qiyməti yazılır. 8-də 7 ilə 0 olacaq E variantı. Sual 5-də. Taceddin 6 ədəd detalı 15 manat ödəyərsə, deməli 6 detala 15 manat ödədi, 14 detala da x manat ödəyəcək. Tənasüb sadəcə 6x bərabərdir, 14 vurulsun 15, x də bərabərdir, 14 vurulsun 15-i bölmək lazımdır 6-ya. O da 35 eləyəcəkdir. Day uzatmıram. Gəldik sual 6-ya. Sual 6-nın mən sizə qısa yolunu demişdim. Bunu əzbərləyin ki, imtahana düşəndə rahatlıqla tez yazasınız. Yəni, bir də uzamasın misal. Burada sayırsınız ədədləri, hədləri 1, 2, 3, 4, 5 dənədir. Deməli, bu kökdə üçün başına 5 yazırsınız. Kökdə üçün başında 5. Bunu da lap rahat hesablamaq üçün kökdə üçün üstünə 4-ü yazıram cüt olsun deyə, kökün dərəcəsindən geçsin deyə. Kök üçün birini qırağa qoyuram. Burada 2-dir. Bununla bu geçsə qalacaq 3-ün kvadratı. 9 kök altında 3. Cavab oldu C variantı. Hər zaman ödənirmi? Bəli, ödənir. Sonra gəldik bura. Uşaqlar, sinus 3pi. Sinus pinin cavabı 0 idi. Onda deməli 3000 cavabı da 0-dır. Deməli, buraya yazıram 0. Onda yazıram ki, 2 kosinus x kök 3 sağa aparıram, bərabər mənfi kökdə 3.
Buradan da kosinüs x bərabərdir. Mənfi kökdə 3 bölünsün 2. Kosinüsdə mənfi olanda, dünən demişdik ki, dərsdə pi-dən çıxmaq lazım idi. Onda yazıram x bərabərdir. Pi plus minus. Pi çıxılsın. Kökdə 3 bölü 2-ni alır 30 dərəcədə. 30-u da yazırıq pi bölünsün 6 şəklində. Üzərinə gəl 2 pi k. İndi x bərabərdir. Plus minus. Burada 6 qaldı. 6-nı pi-yə vururam. 6 pi. 6 pin də birini çıxanda buradan pini qalacaq burada 5 pi. Üzərinə gəl 2 pi k. Cavab olacaq plus minus 5 pi bölü 6 üzərinə gəl 2 pi k, yəni B variantı. 6-cı sualı izah elədim. Bunun əsl açıqlaması da 6-cı sualın. Deməli belədir. Mən dediyim taktikdir. Yəni tezcənə həll edə bilərsiniz. Bu B5-i yaza bilərsiniz. B1 Q-nun üzərində 4. B6-nı yaza bilərsiniz. B1 Q-nun üzərində 5. B7-ni yaza bilərsiniz. B1 Q-nun üzərində 6. B8-i yaza bilərsiniz. B1 Q-nun üzərində 7. B9-u yaza bilərsiniz. B1 Q-nun üzərində 8. Bunların hamısını birləşdirəndə, vuranda B1-dən nə qədərdir? 2, 4, 5 dənə. Q-dan nə qədərdir? Toplu üstlərini 10, 12, 12, 24, 30 dənə. Hamısı 5-ə bölünür. Qüvvətləri 5-ə böl. B1 Q-nun üzərində 6, bunun üstündə 5. B1 ilə Q üstü 6 elə B7 deməkdir özü. Deməli, sən B7-nin üstünə 5 yazmalısan. İndi baxın bura. Bu B7-dir. Hazır kökdə 3 üstünə 5 yazın. Hazır bunu bu qədər uzatmaqdansa, say da bunu. 1, 2, 3, 4, 5 dənə ədəd var. Deməli, bunun başına 5 yazacağım. Qutardı, getdi. Olacaq onda kök altında 3-ün üzərində 5. Bunu da tez hesablamağınız üçün cüt saydanı saxla, bir dənə kökü qırağa at. Kök altında 3-ün üstündə 4 bizə 9 verir. Çünki kvadratla kök getsə 2 qalacaq. Çünki kvadrat 9 edir. Burada qalır kökdə 3. 9 kökdə 3 olacaq cavab. Sonra ifadənin qiymətini tapın. Biz bunu seminar suallarında da işləmişik, səhv eləmirəmsə. Elə oradakı suallar demək olar ki, bunlarla bağlıdır. Yuxarının özü qalacaq. 9 üzərinə gəl kök altında 77. Aşağıdakı müxtəsər kimi açıram. Kökdə 11-in kvadratı eləyəcək 11. Kökdə 7-nin kvadratı eləyəcək 7. Bir də bunların hasilinin 2 misli. Yəni 2 kök altında 11-i 7-yə vuranda 77 oldu. Bu da eləyəcək. Yuxarı olduğu kimi qaldı. 9 plus kökdə 77. Aşağı eləyəcək 18. Üzərinə gəl 2 kökdə 77. Məxrəcdən 2-ni qırağa çıxardıram. Qalır orada 9 üzərinə gəl kökdə 77. Yuxarını da özün köçürdürük. 9 üzərinə gəl kökdə 77. Və bununla bu ixtisar getsə, aşağıda qalacaq 2, yuxarıda qalacaq 1. 1 də 2-yə böləndə 0,5 eləyəcək. Qutardı, getdi. Cavab oldu 0,5. A variantı. Tənliyin köklərinin cəmini tapın deyir. Sual 9-da. Əvvəlcə 2-nin üzərində 4-ü vururam 1 bölü y-ə eləyəcək 4 bölü y. Vurma həmişə sürətə vurulur. Mərkəzlə işiniz yoxdur. 8-i yazıram 2-nin kubu. Yanında da var y bölü 3. Yazdım bura. Buradan da 3-lər getdilər. 2-ləri də aşağıdan aparsaq, üstləri bərabərləşdirəcəm. 4 bölü y bərabərdir buradakı y-ə. Çarpaz vuranda y-i vururam y-ə olur y-in kvadratı bərabərdir 4-ə. Bu da olacaq bir dəfə 2, bir dəfə də -2. Bunların cəmini soruşur. Bu da mənə 0 verir. Olacaq B variantı. Sonra sual 10-da. Kompleks ədədin modulunu tapın deyir. Modul deyəndə buradakıların kvadratlarını toplayırdıq. Kök altında 6-nın kvadratı, üzərinə gəl 8-in kvadratı. Bu da eləyəcək 100, buradan da çıxacaq 10. Düzgün cavab olacaq B variantı. Gördüyümüz qədər modul imtahana düşürmüş. Gəldik bura. Deməli, silindirdən söhbət gedir. Silindirin ox kəsiyinin diaqonalı 15-dir. Silindirimizi çəkək. Ox kəsiyin diaqonalı deyəndə, ox kəsiyi bax bunun içindəki bu düzbucaqlıdır. Bunun da diaqonalı bax budur. Bu diaqonal bərabər nəyə? 15-ə.
Hündürlük də 9-dur. Bir oturacağın radiusunu tapın. Bizdən buranı soruşur. Bax bu qırmızı yeri. Bu da Pifagor teoremidir. Yazıram ki 15-in kvadratı çıx 9-un kvadratı. Bu eləyəcək 144 çıxanda. Bu da 12-nin kvadratıdır. Deməli aşağı 12-dirsə radiusda 6 bölünəcək. Deməli radius olacaq 6, yəni D variantı. Sonra kubun tam səthinin düsturu S tam bərabərdir 6A-nın kvadratıdır. Dili verib mənə A bölünsün kök altında A bölünsün 3. Gələm A-nın yerinə yazıram. Olur 6 vurulsun kök altında A bölü 3-ün kvadratı. Bunu yazdıq. Daha sonra 6 qalacaq. Kök altını kvadrata işlərində köklə kvadrat gedəcək. A bölü 3 qalacaq. 3 ilə də 6 getsə qalacaq burada 2A. Yəni C variantı. Sonra sual 13-də. Deməli, uşaqlar, mərkəzi AB vətərinin uzunluğunu tapın deyir. Gəl, əvvəlcə AB vətərini birləşdirin buradan. Bizdən buranı soruşur. Deməli, o mərkəzi çevrədə ANB qövsü, bura 120 dərəcədirsə, onda buradakı bucaq da olacaq 120 dərəcə. Radius da 6-dır. Məndən soruşur AB vətərini. Uşaqlar, mən sizə qayda demişdim. 120 dərəcənin qaydası var. 120 dərəcənin qabağı tərəfin kökləri üçüncüsünə bərabərdir. Birbaşa hazırdır bu. Bura 120-dir. Bura A hərfidir. Onda bura olacaq A kök altında 3. Hazır qayda kimi qeydinizi götürə bilərsiniz. Yox, indi deməli burada tərəf 6-dırsa, onda bura olacaq 6 kök altında 3. Qutardı getdi. Cavab olacaq Y variantı. Sual 14-də. Tənəklər sistemindən AB hasilini tapın. Deməli, burada əvvəlcə bərabərləşdirmə iş yapararam. Burada B ilə A-nın yerini dəyişək də. Yuxarıda birinci B gəlib, sonra gəlib. B çıxılsın 2A bərabərdir mənfi 4-ə. Aşağını 2-yə vuram hamısına. Olsun 2B. Üzərinə gəl 2A bərabərdir 22-yə. Bunu həll eləyək. 6-6 toplayanda A-lar gedəcək. Biri müsbət, biri mənfi deyə. 3B bərabərdir 18 eləyəcək. Mənfi 4 ilə 22-ni toplasaq. Buradan da 3-ə böləndə B bərabər olacaq 6-ya. B-ni 6 tapmışam. Burada yerinə yazıram 6. A üstəgəl 6 bərabər 11-dirsə, A buradan 5-ə bərabərdir. Bizdən də A ilə B-nin hasilini soruşur. Deməli, 6-nı vururam 5-ə, cavab eləyəcək 30. Sonra Qater çayın axını ilə 45 və axına qarşı 9 kilometr yol gedərək bütün yola 4 saat vaxt sərf elədi. Çayın sürəti 3 olarsa, qayığın durğun sudakı sürətini tapın deyir. Kater çayın axını ilə 45 gedirsə, belə bir şey deyim də sizə. Elə bil ki, bütün yola, birinci S bərabərdir düsturumuz VT-dir. Bunu bilin. Yəni, gedilən yolu tapmaq üçün sürəti zamana vururuq. Yəni, bizdə S1-imiz axın ilə 45 kilometr. Deməli, yolumuz nə qədər oldu? S axın yazıram. Axın bərabərdir 45 kilometr gedibdir. Axına qarşı S axına, burada da Q yazıram, qarşı sözüdür. 9 kilometr yol gedibdir. Və ümumiyyətlə bütün yola 4 saat vaxt sərf eləyibdir. Bu belə. Deməli, onda çayın sürəti 3-dür. Çayın axma sürəti. Və çay bərabərdir 3-dür. Bizdən soruşur ki, qayığın sürətini tap. 3-nə qəribə yazdım. Və qayıq bərabərdir suala. İndi uşaqlar, birinci növbədə bilək nəyi? Gedilən yolu tapanda, daha doğrusu sürəti tapanda yolu zamana bölürük də. Buradan elə bil ki, birinci S1 bərabərdir V1 T1 yazıram. S2 bərabərdir V2 T2 yazıram. Bu belə olsun. Bütün yola, bax T1-i tapanda yazmalıyam S1 bölünsün V1. T2-ni tapanda yazmalıyam S2 bölünsün V2. Bunların ikisinin bir yerdə cəmi bizə verməlidir 4 saatı.
S1-imiz nə qədərdir? Çayın axını ilə gedir 45 kilometr yolu. Sürətimiz nə qədərdir burada? Qayığın sürəti var, bir də çayın sürəti var. Biz bilirik ki, qayıqla çay toplanmalıdır. Niyə? Çünki axın istiqamətində gedir. Axın istiqamətində gedəndə qayığın sürəti də var, çayın da sürəti var. Onda qayığın sürətinə x yazıram burada. Yazmalıyam bura x üzərinə gəlinsin 3. Bura üzərinə gəl. Toplayanda 4-ü almaq üçün yazıram da. Yolumuz nə qədərdir burada? 9 kilometrdir. İndi qayığın sürətindən çayın sürəti var. Bu dəfə bunları çıxacam. Niyə? Çünki axına qarşı hərəkət edirəm. Qarşı hərəkət edirsənsə sürət azalır deyə x çıx 3 yazıram. Bərabərdir. Hamısı birlikdə nə qədər vaxt sərf eləmişdir? 4 saat. Bərabərləşdirəcəyik bunları 4-ə. Bu tənliyi həll eləyəcəyik. Buradan da x tapmış olacağıq. İndi gəlin bunu həll etmək üçün bir yer açaq da aşağıdan. Bu yazdıqlarımı silirəm sol tərəfdən. Buradan. Uşaqlar, deməli, ortaq məxrəc bunların hasilidir hər ikisinə. Yazaram x üzərinə gəl 3 və x çıx 3. 45-i vururam x çıx 3-ə. Olur 45x çıx. 45-i 3-ə vuranda olacaq 135. Üzərinə gəl. 9-u vururam x-ə olur 9x. Üzərinə gəl. 9-u vururam 3-ə 27. Bərabər olmalıdır 4-ə. İndi buradan davamlı biraz bu tərəfdən yazım. Yuxarıda 45x ilə 9x toplayanda eləcək 54x. Çıxılsın. 135-dən 27 çıxanda 108 qalır. Aşağıdakı ifadəni 4-ə vururam. Bu aşağı nə deməkdir? X kvadratı çıx 9 deməkdir. Müxtəsər vurma düstur kimi atsaq. 4-ü çarpaz vururam bura. Bərabərdir 4x-in kvadratı. Çıxılsın. 4-ü 9-a vuranda 36-ya. Buradan da yazıram 4x kvadratı. 54-də aparıram ora. Çıx 54x. Mənfi 108-ə aparanda 108 çıx 36 qalır. O da eləyəcək üstə gəl 72. 108-in 36-nı çıxıram. Bərabərdir 0. Hamısını bölürəm. 4-ə bölünürmü? Bölünmür. Böləyin hamısını 2-yə. Olsun 2x-in kvadratı. Çıxılsın 27x. Üzərinə gəlinsin 36. Bərabərdir 0. 27x idi. Hə. Deməli, uşaqlar, buradan diskriminant tapsaq, D bərabərdir. 27-nin kvadratı 729 çıxılsın. 4-ə vururam 36-ya 144, 2-yə vuranda 288. Nədir 729? Öz yazdığımı oxuyamıram. Qələm nə qəribə yazırıq. Bu da eləyəcək neçə? Neçə qalır çıxanda? Burada 1 qaldı. Burada 4 qaldı. 441 eləyir. Bu da 21-in kvadratıdır da. Onda yazıram x1 bərabərdir. 27 çıxılsın 21. Aşağıda 2a. 2 dəfə də 2 4 eləyəcək. Bərabərdir. Bunları çıxanda nə qalır? 27-dən 21 çıxanda qalacaq 8. 8 nə idi? 7. 7-yi 6 yazım. 6 bölü 4. Bu olacaq neçə? 1,5. Bir də belə toplayıram bunları. 27-dən üstünə 21 gəlirəm. Olur 48 böl 4. X2 ilə bərabər oldu. 48 4-ə böləndə 12 qalır. Təkrar yazmadım onu. Bizə lazım olacaq 12. Niyə 12-ni götürürəm? Çünki 1,5-i yazsam bura. Elə bil qayığın sürəti çayın sürətindən çox olur da. Həm də bura mən x-ə yaza bilərəm. 1,5-dən 3-ünü çıxanda saat mənfi qala bilməz axı. Ona görə 12-ni götürmək lazımdır. İmtahanda məncə ən uzun sual bu olub həmin ili hələ ki. Sual 16. Çok asan idi müəllim sual. Hə, nə var ki buna? Çok kısaydı. Fizika oxuyanlar yazsın. Birinci qrup olanlar yazsın. Elton, söz sənə getdi bu arada. Ay mən belə deməyin də. Dedim, vicdanın sızlasın. Gəldi bura. 3 ardıcıl natural ədədin. Bax, tək yox, cüt yox, bir şey yoxdur. Ardıcıl deyir. Birinci x-dir. İkinci x üstə gəl 1-dir. Üçüncü də x üstə gəlinsin 2-dir. Cəmi 66-dır. Bunlar toplayanda 3x üzərinə gəlinsin 3 bərabərdir 66-ya. Buradan 3x bərabərdir. 66-dan 3-ün çıxanda
Qalacaq 63. 3-ə böləndə qalacaq burada 21. Qələm yuxulayır, eləcə düz xətt çəkir. Ən kiçik x-in yerinə 21 yazıram. Bu olacaq 21. Bu olacaq 22. Axırıncı da eləyəcək 23. Bizə nə deyir? Deyir ən böyüyün ən kiçiyin hasili. Ən kiçiyi 21, ən böyüyü də 23. 21-i vurursunuz 23-ə. Neçə eləyəcək? 20-ni 23-ə vuranda 460, üstdə də 20, 483 eləməli deyəsən. Düz vurdumsa, belə eləyəcək. Sonra, deyirlər 483, deməli düzdür. 17-də ifadənin qiymətini hesablayın deyir. Deməli, Mən bu da deyim. eynidir. Bəli. O yazdığınız qələm gün hazırlıq otağındakı olan qələmdir mi? Hə. Hə, heç nə. Nəsə elədi mi buna? Biraz oynadırdım. Hə, fisioda bildim də niyə yazmır. Deməli, baxdıq bura. İfadənin qiymətini tapın deyir. Loqaritma, bu kub var ha. C hərfin başında olanda bunu silin. Ən axırda tapdığın cavabın kubunu tapacaqsan. O elə belədir orada, qısı çaşdırmasın. Birinci başlayalım sağdakı mötərizədən. Loqaritma kök altında 5-i yazıram 5-in üzərində 2-də 1. Çünki kökdən çıxartmaq lazımdır. Buraya yazdım 2-də 1. Burada 32-ni mən yazaram. Loqaritma 2 əsasdan 2-nin üzərində 5. Buradan 2-lər getdilər. Bu 5 gəldi bu qabağa. Bu 5-lər də gedəcək. Bunun üstü 1-də axı. 1 ilə 2-də 1 mənə 2 verəcək. 1-i 2-də 1-ə böləndə. Mötərizənin başında, bayaq loqaritmanın başında kub var idi. Deməli, o kubu gətirirəm bura. 2-nin kubu. Cavab eləyəcək 8. Sonra, bu sizə aid deyil. Artıq törəmə düşmür. Bu getdi. Bir sual getdi, gördünüzmü? Deməli, baxıram buradan. Sinus, uşaqlar, bunu nə qədər işləmişik biz? Buradan bura radiusdur 5-dir. Buradan bura da radius olacaq. Yenə bu da 5-dir. Burada 3 hara qədərdir? Bax, bu qırmızı yer 3-ü göstərir uşaqlar. Onda bu yaşıl yer Pifaqor ədədləridir də bura. 3, 5, avtomatik olaraq bura 4 olacaq. Bunu tapdıq. Gəldi indi bura. Bax, bu hissəyə. Sinus tapanda qarşını bitişiyə bölürəm. Qarşını hipotenuza bölürəm. Alfanın qabağında yaşıl yerdir. Görürsünüzmü? Bölürəm göy yerə. Yəni 5-ə. 3 vurulsun, 4 bölünsün, 5 yazıram. Üzərinə gəlinsin. 2 qaldı öz yerində. Kosinus tapanda qırmızı yeri göy yerə bölürsən. Yəni bitişik kateti hipotenuza bölürsən. 3 bölünsün 5. Burada alacam nə? 3-ü 4-ə vururam 12. Bölünsün 5. Üzərinə gəlinsin. Məxrəc 5 qalacaq öz yerində. 2-ni çarpı vururam 6 eləyəcək. Toplayanda bunlar eləyəcək 18 bölünsün 5. O da eləyəcək 3 tam onda 6. Düzgün cavab olacaq 3 tam onda 6. Sonra 20. Uzunluğu 10 olan parça müstəvin kəsir. Parçanı həmişə belə çəkin burada. Fəzada misal işləyəndə parçanı belə çəkin. Düz xət kimi çəkməyin. Bu düz xət çünki fəzada müstəvi sayılacaq. Uzunluğu 10-dur bunun. Düz bu əyri çəkdiyimizin. Parçanın ucları müstəvidən 2 və 4 məsafədədir. Bu kiçik yerə 2 yazıram. Burada uzadam. Bu böyük yerə də 4 yazıram. Deyir ki, parçanın müstəvi üzərindəki proyeksiyasının uzunluğunu tapın. Parçanın müstəvi üzərindəki proyeksiyası deyəndə söhbət gedəcək, baxın, buradan. Bax, bundan. Mən həmin proyeksiyanı gətirəcəm aşağıya paralel köçürdəcəm. Yəni, həmin o proyeksiyanın dediyimizi qoydum bura. Yəni, yuxarıdan aşağı sürüşdürdüm, belə başa düşün. Bura 2-dirsə, onda buradan burada göy xət çəkirəm, bu da 2 olacaq.
Gördünüz mü? Bura oldu 2. Onda bu yan tərəfi oldu. Buradan bura qədər məsafə 6. Bu düz bucaqlı üst bucaq yaranıqda burada. Hipotenuz 10'dur. Katetin biri 6'dır. Avtomatik olarak burada x durduğu yerde 8 olacaq. Çünki katetlərinin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni x'in kvadratı üzərinə gəl 6'nın kvadratı bərabər olmalıdır 10'un kvadratına. O da bizə 100'dən 64, 36 çıxanda 64 qalır. O da 8'in kvadratıdır. Sual 21'də. Deməli deyir ki, M düz bucaq. Deməli M 90 dərəcədir. M bərabərdir. Çox maraqlıdır. Bu qələm niyə bu gündə yazır? 90 Allah dərəcə. Allah. Görən niyə? Yox, sənlik bir şey deyil. Proqramın özündəndir məncə. Bilmirəm. Nəsə yenə tutması tutub. N kör Bu bucaq. arada zarafat edirdim. Yəni özünüz də gördünüz, yəni yanınızda oynadırdım. Bilirəm. Mən ciddiyə alıram. Amma görsən. Ee, N düz bucaqdır. N də kör bucaqdır. Bizə verilənlər bunlardır. K-nın ala biləcəyi ən kiçik tam qiymət tap. Deməli olar, bu K az qiymət alması üçün bu N-ə çox qiymət vermək lazımdır ki, buna az qalsın. Elə bil cibində 50 manatın var. Deyirsən ki, özünə götür, çox götür, azını məsələn ver Eltuna. Onda edirsən, Eltuna 1 manat verirsən ya da 1 qəpik verirsən, yerdə qalan hamısını qoyursan cibinə. Deməli, ən azını Eltuna verirsən, yerdə qalan bütövlə full götürürsən, öz cibinə qoyursan. Yəni, bu da onun kimi bir şeydir. Kör bucaqdırsa, məndən cavab kiçik qiymət istəyirsə, sən deməli, yerinə çoxlu qiymət yükləməlisən ki, böyük qiyməti ona az qalsın. İndi qiymətləri yerinə yazıram. Maksimum kör bucağımız da tam qiymətdən söhbət getdiyinə görə 179'dur. 180 olanda açıq bucaq olur artıq. Deməli, N-in yerinə yazıram 179. Sonra çıxılsın. M-in yerinə yazıram 90. K yoxdur. Axtarırıq. Plus K bərabər olmalıdır 260'a. Deməli, burada çıxanda qalacaq 89. Mən yazıram, bu yazmır. Üstə gəl. K bərabərdir 260. 260'dan da 89 çıxanda 171 qalmalıdır. Düz hesablayıramsa. Müəllim, burada ən böyük qiymət deyəndə biz kör bucağa 91 falan verməliydik. Ay Elton, kör bucaq 91 olar mı? 90 ilə 180 O. arasında olmur kör bucaq. Sən nəyə deyirsən? Hə, ən böyük qiymət soruşsa ən sonda. Bəli, bəli. Hə, ən böyük qiymət soruşsa idi, kada kör bucaq olsaydı, ondan mən məcburam ki, N-ə 91 verəm tam qiymət olaraq. Hə, bəli, müəllim. Sonra sual 22. İkinci link atacağım sizə deyəsən bu gedişlə, bu normal yazı yazmasam. Deməli, iti bucağı 30 dərəcə, sahəsi 6 olan, perimetri 18 olan paralelogramın xarici oblasının tərəfləri üzərində əmələ gələn kvadratın sahələri cəmi tapın. O, maraqlı sualdır. Deməli, uşaqlar, ölkə bax. Deməli, iti bucağı 30 dərəcə, sahəsi 6, perimetri də 18 olan paralelogramdır. Bu bizim paralelogram olsun. İti bucağı 30 dərəcədir. Perimetri də 18'dir. Tərəflərini yazıram x, x, y, y. Bunun tərəflərin üzərində kvadratlar qurulmuşdur. Elə bilin ki, buradan y-i düzəldirəm bu şəkildə kvadrata. X-i düzəldirik buradan bu şəkildə kvadrat şəklində düzəldəcəyik. Sonra bu y-i kvadrat formasında düzəldirik. Bir də bu hissəni kvadrat kimi düzəldirik. Bizdən bu kvadratların sahələrinin cəmini soruşur. Elə bil sənə bunun sahəsi y-in kvadratıdır, bunun sahəsi x-in kvadratıdır, bunun sahəsi y-in kvadratıdır, bunun sahəsi x-in kvadratıdır. Çünki tərəf x-dir, içəri x kvadrat olacaq. Bunun tərəfi x-dir, yenə x kvadratı. Bu y kvadratı, aşağıda 12 kimi. Yəni bunun sahəsi 6'dır.
Həmin hissənin sahəsini tapanda paralelogramın sahəsini eləcək x vur y sinus 30-un qiyməti 2-də 1 bərabər edirəm 6-ya. Buradan x, y bərabərdir. 2-ni 6-ya vuranda 12. Bunu tapdıq. Bir də perimetri 18-dir. Perimetr deyəndə 2x üzərinə gəlinsin 2y bərabərdir 18-ə. Buradan da x üzərinə gəl y bərabər olacaq nəyə? 2-yə böləndə 9-a. Bunu da tapdıq. Sonra nə qaldı? Xarici oblast üzərində müəyyən kvadratların sayıları cəmini tapın. Deməli, bizə lazımdır 2x-in kvadratı üzərinə gəl 2y-in kvadratını tapmaq. Bunun üçün 2-ni qırağa çıxardıram. Qalır burada x-in kvadratı, üzərinə gəl y-in kvadratı. Bunu da müxtəsərin köməkçisi ilə açıb da yaza bilərəm belə. X üzərinə gəl y-in mötərizə kvadratı çıxılsın 2xy. Gətirin, nə qiymət var yerinə yazın. 2 qaldı. X plus y 9-dur. Kvadrat yazanda 81. Çıx. 2-ni vurmalıyam 12-yə. X-in qiyməti 12-dir. Eləyəcək burada 24. 81-dən çıxacam 24-ünü. Qalacaq burada 67. 60 neydi? 57. 57-ni də 2-yə vuranda olacaq burada 114. Deməli, kvadratların sahələrinin cəmi, yəni bu hissə bərabər oldu 114-ə. Bu maraqlı sualdır. Xoşuma gələn sual budur hələ ki, burada bir dənə. Sual 23. Bəs Carter sualı. Zaten sualı vaxt aparan sualdır. İmtahanda olsam axıra saxlayardım. Ya da yarımçıq yazardım. Abituriyent kimi fikirləşirəm, amma müəllim kimi yox. Hə. Deməli, burada y-in tam qiymətlərinin cəmini tapın. Birinci bunu köçürdürəm. -2 kiçikdir x, kiçik bərabərdir 4. Buradan gəlin y-i tapağın. Çünki bizə y, daha doğrusu buradan x tapağın da burada yerinə yazağın. Çünki y lazımdır mənə. Deməli, burada x yoxa çıxmalıdır ki, y tapa biləsəm. Onda yazıram ki, 3x aparırım digər tərəfə. 3x bərabərdir. 2y üzərinə gəlinsin 4. Bunu apardım ki, mənfi qalmasından müsbət olsun. X-in qabağında 3 var. Bunların hamısını 3-ə vururam. Olur -6, kiçikdir 3x, kiçik bərabərdir 12. İndi hamısını, bu 3x-in yerinə 2y üstəgəl 4 yazıram. Bax burada. Olur -6, 2y üzərinə gəl 4, kiçik bərabər 12. Hamısından 4-ünü çıxıram. -6-dan 4 çıxanda -10, 2y, 12-dən 4 çıxanda 8 qalır. Burada 2 var. Hamısını 2-yə bölürəm. -5, y, 4. -5-dən 4-ün arasında nələr var? -4, -3, -2, -1, 0, 1, 2, 3 və 4. Bura qədər cəmdə 0 verir. Çünki mənfi ilə müsbət, mənfi ilə müsbət, mənfi ilə müsbət, mənfi ilə müsbət hamısı gedəndən sonra cavab 0 qalır. Deməli, bunların cəmləri 0-a bərabər oldu. Sonra Euler Venn diaqramı. Deməli, uşaqlar, bu sualda baxıram nəyə? Birinci növbədə yuxarıda x-in kvadratı a bərabərdir. X-in kvadratı çıx 2x çıx 8 var. Bunu vuruqlara ayırıq. Elə bil ki, belə yazıram. Vuranda -8, toplayanda müsbət 2 vermək üçün x 4 ilə -2 ola bilər. Yəni x çıxılsın 4 və x üstəgəl 2 şəklində vuruqlara ayırmaq olar bunu. Bu A-nın içindədir. A-nın içində baxın, x çıx 4-ümüz var. Deməli, x üstəgəl 2 olmalıdır. Hə, A hərfinin cavabını tapdım 2. Bax, bu getməlidir bura. Deməli, onda A bərabərdir 2-dir. Bunu tapdım, qırağa qeyd edirəm həmin dəqiqə. Sonra gələ indi qobranı silim uşağını. Gedək indi B-nin içinə. Ya da C-yə baxaq. C daha tez olacaq sanki. Baxım, hə, C daha tez olacaq. Baxaq indi C-yə. C bərabərdir. X-in kvadratı üzərinə gəlir x çıxılsın 3-dür. Bunu vuruqlara ayırsam. Viyetlə toplayanda -1, vuranda -3 eləmək üçün x burada elə bir şey yoxdur. Burada olmalı idi 2x. Belə. X kvadrat üstəgəl 2x olmalı idi ki, toplayanda -2, vuranda -3 olsun deyə x çıx 3, daha doğrusu x üstəgəl 3, x çıx 1 yaza bilərsiniz. Belə olmalıdır. Burada deməli misalda 2 yazılmayıbdır. Burada 2 olmalıdır. Bu getdi. İndi deməli uşaqlar, x üstəgəlinsin
X çıx 1 burada var. Deməli, çatmayan kimdir? X üstəgəl 3. Deməli, B-nin də qiyməti 3 imiş. Yazıram, B də bərabərdir 3-ə. Sonra sevgi, yığışdır onu. Deməli, B bərabərdir. İndi bu hissəyə baxalım. Deməli, bunları vuranda, bax, bu C-nin qiymətini tapmaq lazımdır, eləmi? Bunların üçün bir sıraya yazıram. A-nın qiyməti 2 idi burada. Onda yazıram x üstəgəl 2, x çıx 3 və x üstəgəl 3 ən sondakı. C-nin qiyməti sabitdir. Deməli, mən sabitləri vururam. 2-ni vururam mənfi 3-ə, mənfi 6, mənfi 6-nı da 3-ə vuranda oldu C bərabər mənfi 18. C-ni tapdıq, getdi. A var, B var, C var. Bunların hasilini soruşur. 2-ni vururam 3-ə 6, 6-nı da mənfi 18-ə vuranda mənfi 108 eləyəcək. Cavab oldu mənfi 108. Gəldik sonuncu sual 25-ə. Deməli, konqruentdirlər, orta nöqtədirlər. Görək nə danışır burada. ABCD perimetri ABCD 12-dir. YK, daha doğrusu FK bu isə 2 konqruent düzbucaqlı əmələ gətirir. Deməli, bunlar düzbucaqlıdır. AB 2 AF-ə bərabər. AF x-dir. AF x yazıram. Onda AB olacaq 2x. Konqruentdirlərsə, onda burada x yazmalıyam. FK 2 konqruent fiqur əmələ gətirir. Heç nə, burada 2x-dir. Burada x-dir, burada x-dir. Onda burada 2x-dir. Bizə nə verir ümumiyyətlə? Hə, ABCD 12 imiş də. Toplayaq perimetrdə var. 2x bura, 2x bura, 4x. Aşağıda 2x, yuxarıda 2x, elədi 4x. Bərabərdir 12-yə. 8x bərabər oldu 12-yə. 12-ni 8-ə böləndə 4-ə bölünən hər ikisini 1,5 düşür də, belə deyək. M-in orta nöqtəni soruşur. Deməli, bura 1,5-dirsə, 1,5-i də yarı bölməliyəm. Olacaq 0,75. M-in cavabı olacaq 0,75.